Bəzən sual verirsiniz mənə. Fadil müəllimlə mənim tanışdığım. Fadil müəllimlə mənim tanışdığım bir dənə toya gəlmişdim mən. Demə, həmin vaxtda Fadil müəllim boşanma söhbəti gedirmiş arvadımla, Ruslanla. Fadil müəllimlə tanışdığımız bir toyda mənə zəng elədi bir dostum var Azərbaycanda. Zəng vurdu mənə dedi ki, bəs belə, ay Rəqsanə, səni toya istəyirlər Moskvaya. Mən də qayıtdım dedim ki, mən Moskvaya toya gedirəm. 5000 dollara. Mən sizə danışıram da 20 ilə yaxın olacaq bir də ərabadıq. Dedi ki, bəs yaxşı, hə gedirsən, əla, bəs de görüm orada toyda Antamda kimdir, mən sorğu sual verdim. Qoyan qiyməti bir tər 5000 dollar elədim. Qoyaqım biraz qızsın, burada nənəm demiş, ayalım nə qəşəkdən dura. Getdik toya, gəldim toyda elə oynayıb oxuyurdum. Bir də gördüm bir oğlan mənə yaxınlaşdı. Dedi ki, ay xanım, onlar aşağı düşəsiz. Dedim, nəyə görə? Dedi, gəlin ortada oynayın da. Dedim, mən kişilərin stoluna getmirəm. Dedi, xanım, kişilərin demirəm, yəni cəmaatın içində oynayın. Düşdüm aşağıda oynadım, bu mənim əlimə 5000 rubulla. 5 dənə bura, 5 dənə bura, əllərimi pulla doldurdu. Bu indi görməmişlər var ya, belə cəmaatın gözünə soxurlar o formada. Karoç, pulu verdi mənim əlimə, tülkün məsəli. Ay, bu pulu verən kimi o birisi bütün kuruq biznesmenlər durdular, partalar, pulu yığışdıra bilmirəm. Yanında bir qız vardı, işçi Səbinə. Mən verirəm o pul aparır, Onda belə Instagram, TikTok satı yox idi da. Karoçi, pulu götürdü, apardı, canım sanaca desin. Sonradandan dedilər ki, Səbinə gəldi ki, bəs sizi Akstafaya toya istəyirlər. Nə qədər pul deyim? Dedim, Akstafaya muzikatlarla falan getmək, haradasa 15.000 dollar. Onda Fadil mənim qardaşı oğlunun toyudur. Gəlib deyər 15.000, qardaşı rəhmətliyə deyər ki, bəs belə 15.000 olur, gəlir qardaşına deyər, bunların başları xarab olur da, 15.000 dollar nədir? Bizim toyumuza gələcək fədaya laşın, bizim toyumuza gələcək nə bilim kim. Uca biz danışmışıq, o da deyir, ay sən istəyirsənmi bu qız sənin toyunda oxusun, oğlunun toyunda? Deyib istəyirəm, deyib o da sənlik deyil, mən gətirərəm. Sonra Fadil mənim bizi dəvət elədi. Getdik toya, həqiqətən də o pulu bizə verdi. Bir dənə gözəl bir mənə paltar aldı. Ondan sonra aşk məşq başladı və artıq mən dedim, ay Fadil mənim, qadan qalım. Mənim 2 dənə, ona da Aysunla, mənim 2 dənə qızım var. Mən ərə getsəm, mən tolka ailə quracam. Yəni mən salam sağ olayın adamlardan deyiləm də. Mən olsa toya gedirəm, pulumu qazanıram, ağlı başında adamım. Mən sadəcə istəyərəm ki, ailə qurum, qızların arxasında bir ata olsun. O da qayıtdı ki, elə mən də istəyirəm ki, arvadımdan boşanmışam. Mən də istəyirəm ki, arvad alım. Dedim, yaxşı, getdim. Evləndi, sonra da bax belə Allah qismət elədi, gəldi mənim balalarım oldu, uşaqlarım dünyaya gəldi, takşdı. Allah hamını xoşbəxt eləsin. Amma bəzən hamı, hər şey həyatda göründüyü kimi deyil də, yəni nə mənada, hamı elə bilir ki, nə bilim, adam, sən xoşbəxtlik evlatlar deməkdir, xoşbəxtlik nə bilim, ailə deməkdir. Bir sözlə həyatımı qurdum, oldum evli qadın, yəni. Bugünə qədər də həqiqi mən evli qadınam. O bəzilərindən deyiləm də, yəni bəziləri başqasının kişini gətirirlər, olur onunki 5 gün, 3 gün sonra gedir. Mən yox, mən həqiqətən də evli qadınam bu arada və bu da yaxın.